Leyli gözlünün oduna yandım, leyli gözlünün oduna yandım. Sararıp soluram beğenmemeli, sararıp soluram beğenmemeli. Bir defa kaldırıp yana bakanda, bir defa kaldırıp yana bakanda ilham alıram beğenmemeli, sararıp soluram beğenmemeli. Bana öleyleyir çadırlarım, çatır kaşlarım, dolukur gözüm. Ereyleyir çağırladım, çatır kaşlarım, dolukur gözüm. Verdi bedeli dediği sözü, yadına salıram beğenmemeli. Verdi bedeli dediği sözü, yadına salıram beğenmemeli. Ben kurban oluram beğenmemeli. İnip tanışmayır o dilber sonra, İnip tanışmayır o dilber sonra. Çektiğim cefalar yeter mi sonra, çektiğim cefalar yeter mi sonra. Özgesi sor derse can değer olayım, özgesi sor derse can değer olayım. Ben kurban oluram beğenmemeli, ben kurban oluram beğenmemeli. Bana öleyleyir çağırlarım, çatır kaşlarım, dolukur gözüm. Ereyleyir çağırlarım, çatır kaşlarım, dolukur gözüm. Verdi bedeli dediği sözü, yadına salıram beğenmemeli. Verdi bedeli dediği sözü, yadına salıram beğenmemeli. Ben kurban oluram beğenmemeli, yadına salıram beğenmemeli. Sararıp soluram beğenmemeli. Ben kurban oluram beğenmemeli, sararıp soluram. Ben kurban Təşəkkürümüzü bildiririk. Çox Belə sağ olun gözəl Gülxan. səsi, belə Təşəkkürlər. gözəl istedat necə bəyənməmək olar? Malik Təşəkkürlər, bəy, çox sağ olun. Xoş gəlmisiniz. Azərbaycan televiziyasının solisti, dəyərli xanəndəmiz Məlahətli gözəl səsindən günümüzü daha da gözəl başlatdı. Çox sağ olun Malik Gülnar Həsənov, xanım. xoş gəlmisiniz. Xoş sabahlar olsun. Hər kəs salamlayıram. Ekran qarşısından əyləşib bizi izləyən tamaşaçılarımızı, xalqımızın hər zaman sabahı xoş olsun. Necəsiz, keyfiniz, əhvalınız? Şükür. Yaxşıyam. Siz Sizin səhər necəsiz? oyanmaq naranız necədir? Əla. Siz hər zaman kimi elə xarakteriniz, işiniz, hamısı. Adətən sənət adamları səhər oyanmaqda çətinlik çəkir. Ona görə soruşuram. Əslində elədir, amma El nə məclislərinə, qədər işlərinizə tez dursan ümumiyyətlə insan üçün daha xeyirlidir. Məncə siz disiplininizlə, o məsuliyyətinizlə o səhər oyanmaq mövzusunu Mütləq geridə şərt. qoymusunuz və bütün həyatınız o disiplin üzərində qurulub. Mən Çalışıram. yaxından izlədiyim Çalışıram üçün, ki, tanıdığım üçün təşəkkür bilirəm edirəm bunu. Gülnar xanım. Bugün bacardığımız qədər sizi fərqli istiqamətdən kəşf eləməyə çalışırıq. Təbii ki, illərdir İnşallah. sənətinizlə sözünüzü deməyə bacarmısınız. Uzun illərdir artıq sənətdəsiz, səhnədəsiz. Həm danışacağıq sənətdən, həm İnşallah. bir çox başqa fərqli mövzulardan sizi daha da yaxından tanımağa çalışacağıq. Əyləşməyinizi rica eləyəcəm dəyərli Malik bəy və dəyərli MTV Azərbaycanın doğma izləyiciləri. Saatlarımız 10:00 göstərirsə bu o deməkdir ki, səhərlərin ən maarifləndirici telahiyası olan Xoş Sabah mən Gülnar Səhliyarının təqdimatında bugün də canlıya nə oldu ay Nicat?
Hə, Nicatda nəsə oldu orada. Olsun. Olsun, problem deyil. Dəyərli izləyicimiz, qeyd eləmək istəyirəm ki, proqramımızın ayrılmaz bir hissəsi var. O da məhz elə daimi izləyicimiz çox gözəl bilirlər ki, mətbəx bölməsidir. Mətbəx bölməsində də mütəmadi olaraq evdar xanımlarımız üçün bacardığımız qədər, belə deyək də, istiqamət verməyə çalışırıq. Elə qonaqlarımızla birlikdə, hansı ki, mətbəxdə də müəyyən nələrsə baş verir hal-hazırda. Mətbəx bölümümüzün dəyərli qonağı kulinar şirniyyatçı Könül xanım Qəhrəmanovadır. Elə keçdi alıram Könül xanımın yanına. Könül xanım, nə baş verirdi burada? Sobamız biraz yeri. Hə, soba aşırdı. Heç nə olmaz. Sabahınız xeyir, gününüz uğurlu olsun. Necəsiz? Soba da dözmədi. Soba da dözmədi. Hə, olur, canlı efirdə. Hə, nələr olub, nələr olub. Necəsiz? Necə Şükür, yaxşıyam. Siz əhvaldasınız? necəsiz? Yaxşı. Çox gözəl. Sizi Sizinlə görüb olmaq gözəldir. qarşılıqlıdır. O şərəf bizə məxsusdur. Bugün bir çox ingrediyentlərimiz var, danışacağıq, amma ona qədər istəyirəm sizdən soruşum. Artıq neçənci dəfədir ki, dəvətinizi qəbul edib gəlirsiniz, qonağımız olursunuz. Məncə ikinci dəfə deyil. Üçüncü dəfədir. Axırıncı olsun. 333-cü dəfə olsun inşallah. Çox gəlin, tez-tez gəlin. Gözümüzdə yeriniz var. Sizin kimi dəyərli qonaqlarımızla efir bölüşmək çox xoşdur həqiqətən də. Mən istəyirəm sizdən soruşum. Təəssüratlarınız nədir? Efirdən sonra siz deyin satış eləmirdiniz, yoxsa? Eləyirəm. Eləyirsiniz, hə, nə gözəl. Bir elə qonaqlarımız var ki, əl işi bölməsində bu belə deyim də bu naz nemətləri hazır, amma satışını eləmir. Məncə satış lazımdır. Siz nəyə görə lazımdır? Çünki sizin bu gözəl naz nemətlərdən axı istəyənlər olur, belə deyək də iştaha çəkənlər olur. Niyə də olmasın? Bugün bir çox mövzulardan danışacağıq. Elə sizlə birlikdə şuuraltı haqqında da doğru bilinən yanlışları belə deyək də Nigar xanımdan soruşacağıq, amma təəssüratlarınızı bayaq soruşdum, istəyirəm cavablandırasınız. Çox gözəl. Sizinlə olmaq əvvəla sizə təşəkkürümü bildirirəm ki, neçənci dəfə məni dəvət edirsiniz. Çox sağ olun. Doğrudan da sizin verilişdə olmaq, buranın aurası, sizin kimi gözəl xanımın səmimiyyəti, bütün kollektivinizin çox gözəl. Çox sağ olun, təşəkkür edirik. Təşəkkür Bəs edirəm. nə deyirlər, qohum əqrəbə, dost tanış nə deyir? Təəssüratları nədir? Necə görünürük deyirlər efirdən? Gözəl. Biz gözəlik, bəli. Gözəl də Gözəl, görünürük. çox gözəl. Onlara da xoş təsir bağışlayır əlbəttə ki. Yəni tanıdığı bir insanın, simanın televizordan izləmək çox yaxşı təsir edir. Çox gözəldir. Bəli, bəli. Evlərinin qonağı oluruq dəyərli izləyicilərimiz. Hər zaman onlar da MT Azərbaycan televiziya kanalını seçirlərsə, nə böyük şərəf bizə. Dəyərli izləyicimiz, elə proqramımızın bu yerində mən qeyd edim ki, siz bizi sosial şəbəkədən də izləyə bilərsiniz, qəndar xəttimizlə müraciət edə bilərsiniz. Efirimizdə görmək istədiyiniz məşhur simalar olsun, qonaqlarımız olsun, fərqli-fərqli sahə mütəxəssisləri, mətbəx bölümümüzün dəyərli xanımları, bəyləri rahatlıqla efirimizlə bağlı, ümumiyyətlə efirdə iştirakla bağlı da müraciətlərinizi eləyə bilərsiniz ki, təəssüratlarınızdan əlavə hətta təklif və iradlarınızı belə bizə bildirə bilərsiniz, dəyərli izləyicimiz. İradı bildirən olmayıb hələ ki, amma biz də iradlara da açığıq. Çünki irada açıq olmaq bu deməkdir ki, yəni inkişafa meyillik həqiqətən də bacardığımız qədər təbii ki. Könül xanım, elə sizdən soruşmaq istəyirəm. Şirniyyat sahəsində artıq 15 ildən çox fəaliyyət göstərirsiniz. Bax, bu 10-15 il ərzində çoxmu dəyişib mətbəximizdə şirniyyat seçimləri, şirniyyat ingrediyentləri? Ümumiyyətlə nələr dəyişib bütün dünyada? Hər ildən ilə görürsünüz ki, trend olan şirniyyatlar var. İldən ilə dəyişənlər var, amma klassiklər öz möhrün Get-gedə bir vurublar. mürəkkəbləşir amma, ha. Bəli. Tərkib Bugün də mürəkkəbləşir. klassiklərdən olan ballı tort hazırlayacağıq mətbəxdə. Bəs bayaq Şəkər xan bizim koordinatorumuz dedi ki, nəsə dəbdə olan bir şey hazırlayacaq. Onu sizin üçün gətirmişdim. O hardadır bəs? O taxta. Sponful hazırlamışdım, Gətirək. onu sizin üçün. Sponful, hə, eşitdim bayaq. Nədir ki o sponful? O da təzə trend olan şirniyyat. Şirniyyat növbədir. Demək ki, izləyirsiniz, hə? Trendləri Bəli. izləyirsiniz. Nə gözəl. O sponful da gətirək də, gətirək görək burada necədir, nə cür görsənildi o da. Dedi Şəkər xan bizə, amma mən belə də qiyabi də istəmirəm. Deyirəm, əyəni də görmüş olum. Klassikadan danışdıq. O ballı tort həqiqətən də klassikdir. Klassikadır, amma ballı tort düşünürəm ki, sevməyən yoxdur. İngrediyentləri haqqında bilməyənlər varsa istəyəcəm elə məlumat verəsiniz onlara. Amma bu günləri fərqli olaraq malinadan istifadə edəcəyik. Ballı tort malina. Aha. Ballı tort malina ilə. Ballı tort qozlu eşitmişdim. Malina. Tərkibini. Günləri malina eləyəcəyik. Aha, fərqlidir də, amma bu Fərqlidir. özünüzdə məxsus bir Deməzdim özümüzə, amma son vaxtlar əlavə eləyirik, sevilir də. aha, marinə olunmuş, yəni dondurucuda dondurduğunuz dondurulmuş malinalardan malina. istifadə eləyəcəyik. İngrediyentlərimiz nədir? Demək, xəmirin tərkibində yumurtadır, yağdır, şəkər tozudur, baldır mütləq, sirkə, Xəmir necə belə soda. tünd rəngdədir? Balı qovurub, karamelləşdirib, sonra Hə. açın burada. Digər Kremidir bu, kremi də yenə
Yox, amma o qədər peşəkardır ki, artıq hər şeyi hazır vəziyyətdə gətirib. Çünki burada vaxtımız da az olur ona görə. Bəli, bəli, bəli. Kremidir, bu malenasıdır. Bu üzərinə atdığımızdır. Bəli, bəli. O öz korujlarından hazırladığımız Kremin bəs nədən unutlar. ibarətdir inqrediyentləri? Krem süddür, kraxmaldır, yumurtadır, şəkər tozudur. Bişiririk və yağla qatışdırırıq. Yağ və qatılaşdırılmış süd. Bu nədir bəs? Bu ballı tortun korujlarından hazırlanmış. Belə keçirilmiş. Bəli. də, yəni belə bir oxalayanda olur. Bəli, Aha. bəli. Bu isə malenadır. Bu üstə səpmək. Bəli. Bu Bu içinə malenadır. Bunlar da içərisinə qatılaşdırılmış süd. Bişmişi və sadəsi. sadəsi. Nəsə kalori bombası hiss eləyirəm burada. Nəsə belə gəlir. Kalori bombası, amma çox ləzzətli görünür həqiqətən də. Dəyərli izləyicilər, mən hər zaman olduğu kimi deyirəm, göz haqqınızı halal eləyin. Əgər efimizin sonlarına doğru ballı tort istəyən varsa, MTV-yə gəlin. MTV-yə gəlin, 20 yanvarda yerləşir, Tbilisi prospektdə yerləşir. Gəlin MTV-yə, birlikdə dadına baxaq bu ballı tortun, dəyərli izləyicilərimiz. Tam səmimi deyirəm, həqiqətən kim istəyirsə rahatlıqla gəlsin və bu naz-nemətlərdən bizimlə birlikdə qidalansın. Bu arada qeyd eləmək istəyirəm ki, sifarişləriniz də var ballı torta, düzdürmü? Sifarişlər necədir ümumiyyətlə? Özəl günlər, artıq bu el məclisləri də günümüzdə kifayət qədər çox sayılıdır. Bayram demək olar ki, çox ağır iş rejimi ilə keçdi, Novruz bayram ərəfəsi. Gərgin oldu, bəli, bəli. Biraz dincəldi, indi şükür toy nişanlarımız başlayıb. Allah, gözəl, gözəl, gözəl. Mən istəyəcəm Kön xanım, siz artıq başlayasınız. Biz inşallah mövzularımıza başlayaq. Kön xanımın təəssüratlarını soruşacağım. Bizim dəyərli rejissorumuz, videoqraflarımız göstərəcəklər gedişatı və inşallah ki, sobamız da bizim sözümüzə baxar və ən qısa zamanda hazırlayarıq inşallah ballı tortumuzu. Ballı yeyib, ballı şirin danışacağıq inşallah. Keçdik qonaq otağı bölməsinə. Çünki orada mənim dəyərli qonaqlarım var və sevərək təqdim eləmək istəyirəm. Dəyərli qonaqlarımızı, düzdür, qonaqlarımızın artıq hər biri də gələ bilməsə, özəl qonaqlarımız var ki, müəyyən belə deyim, şəhər tıxaclarından dolayı bir neçə dəqiqə gecikən dəyərli Könül xanımı az sonra təqdim edəcəm. Amma hal-hazırda artıq günlərdir anonslardan görünüz və hər birimizin çox gözəl tanıdığı beynəlxalq dərəcəli koç və enerji terapisti Nigar xanım Bayramova studiyamızın özəl qonağıdır. Xoş gəlmisiniz. Təkrar Malik bəy, xoş gəlmisiniz. Bugün bir çox mövzuların danışacağıq. Nigar xanım, salamlayıram sizi. Gününüz uğurlu olsun. Təşəkkür edirəm. Mən də yenidən burada olmaq, həqiqətən sizlərlə birlikdə olmaq çox xoşdur. Təşəkkür edirəm təkrar dəvətinizə görə. Çox xoşdur. Hər kəsə xeyirli, uğurlu, gözəl, bərəkətli bir gün diləyirəm. Təşəkkürünüzü bildiririk. Çox gözəl arzulardır, çox gözəl enerjidir. Mən deyim ki, sizlə başlayan gün çox gözəl keçir. Bu bir etirafdır. Nə gözəl. Keçən dəfə də mən bunu sınadım və sizlə başlayan gün həqiqətən də çox məhsuldar və gözəl keçir. Bir mütəxəssis olaraq mən düşünürəm ki, o enerjini saçmağı çox mükəmməl, gözəl enerjini saçmağı bacarırsınız. Bir də o enerjini qəbul etməyi də vacibdir axı. Qəbul edə bilirsiniz ki, onu həyatınızda artıq belə deyim də öz əksini göstərir, əks olunur daha doğrusu. Yəni Məncə düşünürəm ki, mətbəxdən də gəlirəm, mətbəxdən soruşacağam. Ümumiyyətlə enerji mövzuları günümüzdə çox həssas mövzudur. Mən enerji çox həssasam. Məsələn, bir insan bir təbəssüm eləsə adi yolda, avtomatik biz də təbəssüm eləyəcəyik. Bir insan qaşqabaqla olsa istərsiniz deyəcək ki, nə olub, görsən nə baş verib. O enerji çox həssas bir mövzudur. keçicidir. Enerji keçicidir. Malik bəyin də çox müsbət abu-havası var. Biz elə bayramlarda da, seyranlara da hər zaman Malik bəyi dəvət eləmişik ki, o bayramımıza daha da bayram qatmış olsun. Ümumiyyətlə, xoş təbəssüm, yəni gülər üz insanlar üçün vacib. Mütləq. Amaldır. Hələ indiki bir dönəmdə. Bəli, tamamilə. Malik bəy, mətbəxdən gəlirəm. Siz illərdir ki, elə eyni formadasınız. Hər zaman o fit duruşunuzu, fit qamətinizi qoruyursunuz. Necədir ümumiyyətlə yeməklə aranız? Qoruyursunuz ümumiyyətlə proqramlar, təhris proqramlar? Yəni yeməksiz insan olmaz ki. Hə, yox, nə Ancaq o mənada? Kökəlmirsiniz. Səhnə görünüş olaraq onu saxlamaq vacibdir. Yəni xüsusi nəsə eləyirsinizmi? O qədər yox. Turnik. Hə, bəs elədir. İdman eləyirsiniz. Bəs elədir. Elə idman mən düşünürəm ki, ən gözəl Bir sağlamlıq. dənə turnik bəs edir. Hə, bir turnik bəs eləyir. Nigar xanım, bəs sizin biş-düşün aranız necədir? Çox gözəl. Bir iş xanımı olaraq çatdıra bilirsiniz yəni? Bəli, təbii ki, bir xanım evində də yetməlidir, işdə də, yəni hər tərəfli, xüsusən keçən dəfə də bu mövzu üzərində biz danışdıq, mətbəx dişil enerjidir. Yəni hər bir xanım mətbəxdə zövq alaraq özünə, ailəsinə etməlidir bunu. Yəni mətbəx xanımı belə deyim də, orada bir məcburiyyətdən yox, zövq alaraq olacağı bir yerdir hər bir xanım. Məsələn, biz komandamızla gəlsək sizin evinizə qapınızda. Gözüm üstə yeriniz var. Hansı yeməyi hazırlayardınız bizim komandaya? İlk ağlınıza gələn nədir? İlk ağlıma nədənsə yarpaq dolması gəlir. Ən çətinə.
Bilmirəm niyə ağlıma o gəldi. Ən çətinini seçdiniz. İnşallah gözəl günləriniz tək gələk hər zaman Nigar xanım. Gözümüzdə yeriniz var. Niyə də olmasın, hə Malik Təbii bəy? ki. Bütün komandamızla, Buyurun, solistimiz gəlin. də var, gözəl. Nə gözəl. Bütün komandamızla belə sözlü, sazlı, belə gözəl ifalarla Buyurun, gözümüzdə İnşallah yeriniz sevə-sevə. var. Əslində bugün çox maraqlı və mənim son illərdə həddən ziyadə araşdırdığım və bəlkə də həyatın mənə araşdırmağa sövq elədiyi mövzulardan danışacağıq. Bəli. Hansı ki, Malik bəy, yəqin siz də mənim sözümü təsdiqləyirsiniz. Son dönəmlərdə ümumiyyətlə sosial şəbəkələrdə, televiziya proqramlarında çox görülürdü. Hansı ki, xəstəliklər artıb, problemlər çoxalıb, xəstəliklər gəncləşib. Reallıq da budur, həqiqətən. Həddən ziyadə görürük, son dönəmlərdə həddən çox görürük. İstər şəxsi həyatımızda, yəni efirdən kənar həyatımızda, istər elə televiziya məkanlarında çox eşidirik də həkimlərimizdən bu sözləri və bəzi hallarda bir fizioloji problemi olmayan insanlar, heç bir xəstəlik, yəni belə deyək də, heç bir diaqnoz qoyula bilmir, amma bu insan özünü xəstə hiss edir. Belə bir hallar da var ki, Nigar xanım, istəyəcəm sizdən soruşum, bütün peşəkar psixoloqlar, bütün peşəkar life coachlar, işində peşəkar olan mütəxəssislər insanın davranışını, düşüncələrini birbaşa şuuraltı ilə əlaqələndirirlər. Şuuraltı ilə əlaqəli olduğunu qeyd edirlər ki, bu aslı situasiyalar haqqında istəyirəm soruşum sizdən ki, heç bir tibbi səbəbi tapılmayan fiziki narahatlıqlar yaşayan insanlarda hansı hallar olur? Yəni bu proses necə baş verir ki, belə vəziyyətlər şuur altında sıxılmış duyğuların fiziki qabarması kimi də özünü bir üzə verir. Bu prosesi istəyəcəm bizim üçün bir şərh eləyəsiniz. Baxın, birinci şuuraltını bir qısaca izah edim nədir? Şuuraltı bizim elə bil ki, görünməyən tərəfimizdir. Buzdağının suyun altında görünməyən, aysbergin görünməyən tərəfidir. Hansı ki, bizimlə bağlı hər bir şey orada depolanır, depo kimi qəbul etsək. Hər bir şey oradadır və biz insan olaraq təbii ki, gündəlik həyatımız qaçaqovludur və gün keçdikcə daha gərgin bir həyat rejiminə keçir insanlar. Bu, yəni dünyada baş verən bir prosesdir. Qəbullanırıq bunu, məcburuq öyrəşməyə bu rejimə, amma bu rejim, bu yeni həyat, yeni qaçaqovlu həyat, gərgin həyat insanlarda bir psixoloji gərginlik yaradır. Gərginlik yaradır və bu təbii ki, təkcə həyatla bağlı deyil, bizim keçmişlərdən gələn travmalarımız var, atalardan gələn travmalarımız var, yəni müasir dövrdə öz həyatımız boyu qazandıqlarımız var və biz bunları qazana sanki depoluyuruq onları bir şuur altımızda. Amma hər dəfə olur, hamımızda olur ki, bir duyğusal dəyişiklik hiss edirik, bir depressiv hallar hiss edirik, yorğunluq, yuxululuq, yəni həyat göstəricilərimiz düşür sanki, potensialımız düşür. Amma nə edirik? Keçər, özümüzü görməzdən gəlirik, düzdürmü? Və bu əslində nədir Gülnar xanım? Bu əslində bizim ruhumuzun sanki üsyanıdır. Orada bir yerdə enerji tıxanıqlığı yaranıb, enerji blokajı yaranıb sanki. Və ruh artıq bizə mesaj verir ki, o duyğu dəyişikliyi ilə mesaj verir ki, özünü gör. Burada nəsə baş verir, bir blokaj yaranıb, bir içivə dön, özünü araşdır, nəsə baş verib. Amma biz görməzdən gəldikcə, özümüzü dinləmədikcə, çünki biz bədənimizi də dinləməliyik, ruhumuzu da dinləməliyik. Bunlar bir-biri ilə bütündür. Dinləmədikcə artıq ikinci mərhələ olaraq bu enerji blokajı bizim fiziki bədənimizdə özünü sirayət edir. Yəni fiziki bədənimizdə başlanğıc mərhələ olaraq yüngülvari ağrılar, baş ağrısı, əzələ ağrısı kimi belə göstərir, yenə üstünə düşürük. Əslində bir məqam var ki, günümüzdə nəinki Azərbaycanda, bütün dünyada xroniki yorğunluq problemi çox aktual xarakter daşıyır. Əslində xroniki yorğunluqdan danışmışkən çox yeni fəaliyyətə başlamasına baxmayaraq kifayət qədər ölkədə öz sözünü demiş Dentox klinikasının təsisçi rəhbəri, dəyərli dostum, stomatoloq ortodont Könül xanım Qamanova şəhər tıxaclarına nəhayət ki, zaman tapıb gələ bildi, təşrif buyura bildi. İstəyəcəm Könül xanım, gələsiniz, xoş gəlirsiniz, xoş gəlirsiniz. Xoş gəldiniz. Gəl bir canlı maç eləyim sizi. Xoş gəlirsiniz, əyləşin, zəhmət olmasa. Əyləşin Könül xanım. Elə Könül xanım əyləşənə qədər, biraz belə o deyil, türklər soluqlanana qədər bizim dəyərli Malik bəy, istəyəcəm sizdən soruşun. Bax, danışdığımız xroniki yorğunluq deyirik ya, dünyada çox məşhur hala gəlib çatmış xroniki yorğunluq. Siz də mütəmadi el şənliklərində olursunuz, regionlarda olursunuz, dövlət tədbirlərində olursunuz. Əminəm ki, sizdə də bu xroniki yorğunluq problemi çox pik həddədir. Bəs necə mübarizə aparırsınız? Yəni bu hər zaman belə olur, təbii halda. Sadəcə olaraq xanım qeyd elədi, onun da adını qoyuruq depressiya. O yığılır, qalır.
Yəni necə istirahət Yəni- edirsiniz də o işlərinizin arasında necə zaman tapırsınız? Mən onu yatmaqla deyirəm ki, belə özümü yüngülləşdirirəm. Yəni istirahət anlayışımız yatmaqdır. Bəli, ya təbiət qoynuna çıxıram belə. Onu başqa cür çünki səs bizim əsas işimiz səsdir də. Səs yatmasa insan o Düzəlmir. bərpa olmur, bəli, o enerji bərpa olmur. Əslində bütün orqanizm yatanda daha çox tez bərpa olunur deyirlər həqiqətən də. Kön xanım sizin bəs bu arada salam, əleyküm salam. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Xoş gördük, çox üzürü hesab eləyin. Tıxaclara görə biraz ləngidim mən. Biz Mən Kön xanımı çox yorğunluqdan gözəl tanıdığım üçün bilirəm ki, çox məsuliyyətlidir, işində disiplinlidir, amma olur da tıxaclar bizdən asılı bir Bəli. hal deyil, asılı məlum olmayan məsələ. səbəblərdən oldu. Bugün təsdiqdən də kənarda qalmışdım deyə biraz ona görə çətin oldu Evdən gəlmək. Bəli, bəli, evdən kənarda qalmışdım. Mən gündəmimiz olan xroniki yorğunluqdan danışırıq yəqin ki. Denən siz bir story paylaşmışdınız, heç nəyə vaxt çatdıra bilmirəm. Doğrudan bu günlərdə bilmirəm nəyə görə elədirsə, yəni Sanki gün 24 saat değilmiş kimi yetmir. gəlir. Yəni yetmir, heç nəyə yetmir. Yəni çalışdığımız qədər istəyirik operativ olaq, istəyirik dəqiq olaq, amma yəni gün yetmir bizə. Yəni Gedə deyirlər ümumiyyətlə zaman anlayışı itəcək. Çünki artıq zaman qısalıb, belə deyək də bunu hətta müşahidə ediblər. Kilsələrdə əvvəllər şamlar yandırırlarmış və o şamların sönməyi düz 24 saat çəkirmiş. Yəni tutan bu gün bu saatda yandırılıbsa, sabah bu saatda sönürdü o. Tam 24 saat. Amma artıq müşahidə edilir, o şam hələ yanır, gün tamamlanır, amma şam hələ sönmür. Bu da təsdiqləyir ki, sutkamız artıq 24 saat yox, hardasa 16-18 saata qədər qısalır. Eynən. Mən onu hiss edirəm. Son aylarda daha çox hiss edirəm. Sanki son aylarda həqiqətən, məsələn, bugünün artıq planını qurmuşam ki, bugün bunu eləyəcəyik, o gün sabah bunu eləyəcəyik. Mən şəxsən öz adıma deyirəm ki, bu mənim subyektiv yanaşmam. Mən şəxsən çatdıra bilmirəm. Bilmirəm, ev qayğıları, övlad qayğıları, işin qayğıları, layihələrin qayğıları, həqiqətən də çatdırmaq olmur. Amma düşünürəm ki, tək o pozitiv pəncərədən baxaq. İstirahət anlayışımız nədir bəs Kön xanım? Bu gərgin işlərinin arasında necə istirahət edirsiniz? yatıb dincəlmək, birinci yatmaq. Hamı yuxu acı deyə hiss edirsiniz. Hamı yuxu. Başqa cür Yəni çıxartmaq olmaz. başqa cür mümkünsüz bir şeydir. Amma mən təbiət qoynunda olmağı sevirəm, dənizi sevirəm. Ən çox dənizi sevirəm. Yəni dənizlə istirahət eləməyi bacarıram. Başqa cür olmur. Dənizdən ruh alırsınız. Yəni, ruh alıram, Bu da bəli. gözəl bir yanaşmadır Dəniz həqiqətən də. xanımdır. Dəniz xanımıdır. Ən çox Bəli. sevdiyim dağ bölgələridir, dağ. Yəni mən Məsələn, mən əslən Kəlbəcər rayonundan çox darıxıram ki, bu aralarda gedəm. Ancaq Bu aralar mən vaxt- düşünürəm ki, dağlar vaxt- daha Vaxt gözəldir. verib gedə bilmirəm. Mənə çox maraqlıdır, eləyəcəyik inşallah. Məncə vaxt tapmağa, istəyənə min çarə, istəməyənə bir bəhanə bəs eləyir. Doğrudan insana çox böyük təsir eləyir, müsbət enerji verir. Eynən. Sanki o Adamın restart ruhu olur da, adamın yenidən. ruhu bəli, dincəlir. update olunur. Eynən. Mən çox maraqlıdır Nigar xanımın istirahət anlayışını soruşum, amma qısa bir fasiləmizə keçid alırıq ki, dəyərli izləyicilər, siz də çayınızı, suyunuzu, qəhvənizi təzələyəsiniz, ekranlara bir neçə addım daha yaxın əyləşəsiniz və reklamlara keçənə qədər qeyd eləmək istəyirəm ki, biz bugün təmizlikdən, sağlamlıqdan, gözəllikdən danışırıqsa, əgər sağlamlıq təmizlikdən, təmizlik isə bizim evimizdən başlayır. Ritello bizim dəyərli tərəfdaşımız və verilişimizin baş sponsorudur. Hansı ki, sizlərə qeyd eləmək istəyirəm. Alman mühəndisliyi dəqiqliyi dizayn edilmiş beynəlxalq sertifikatlı tibbi məhsul statusu daşıyan və evinizin nəfəs almasını təmin edən inqilabi robot sistemidir. Bizim dəyərli tərəfdaşlarımız haqqında sizlərə məlumat vermək istəyirəm ki, Ritello məhsullarından siz əyani şəkildə tanış olsanız, dəyərli izləyicilər, əmin olun ki, məhsullar haqqında çox gözəl təəssüratlarınız olacaq ki, mən şəxsən o məhsullarla ilk dəfə tanış olduğum zaman çox böyük heyrətlə onları qarşılamışdım, təəccüblənmişdim o mexanizmə, iş proseduruna ki, bu təmənnasız sizə təqdimatla bağlı müraciətlər eləmək istəyirsinizsə, rahatlıqla 055 299 80 00 nömrəsindən əlaqə saxlaya bilərsiniz ki, Ritello ev robotlarının tərkibində nəinki evlərin təmizlənməsi ilə bağlı, eyni zamanda döşələrinizin, matraslarınızın, pərlərinin və eyni zamanda evin təmizlənməsi ilə bağlı rahatlıqla bizim məhsullardan yararlana bilərsiniz və yanaşı olaraq da qeyd eləmək istəyirəm ki, evin tərabətli, təmiz olması sizin ciyərlərinizin təmiz olması və söz ki, beyninizin daha da gözəl işləməsinə səbəb olacaq. Odur ki, öz sağlamlığınızda elə bugün investisiya yatırın və Ritello məhsullarından tanış olun. Təmənnasız təqdimatdan mütləq yararlanın və əmin olun ki, sizin öz sağlamlığınıza, gələcəyinizə yatırımınız üçün bir addımınız kifayət edir. Bizim əlaqə saxlayın 055 299 80 00 Ritello bənzəri olmayan ev təmizliyi robotundan siz də ən qısa zamanda tanış olmanızı şiddətli tövsiyə edirəm. Tanıtım çarxını izləyə qayıtdan sonra qaldığımız yerdən devam.
qonaqlarımız, dostlarımızı deyək. Efir kənarında da, reklam fasiləsində biz ancaq müzakirələr elədik, danışdıq, söhbətləşdik, bir çox bu və digər mövzuların müzakirəsini elədik. Dəyərli izləyicilərimiz, qısa fasiləmizdən də sonra qaldığımız yerdən davam edirik ki, sən demə, araşdırmalar göstərir ki, insanın dişlərinin quruluşu, onun psixoloji durumu haqqında da məlumat verilmiş və araşdırmalara əsasən iti və uzun dişlər dominant xarakteri, yumuşaq kontrollu dişlər isə mehriban insanları təmsil eləyirmiş. Təbii ki, bu bizim oxuyub gördüyümüz qədərdir, amma bir də illərdir artıq stomatoloji mövzular sözünü demiş və möhrünü vurmağı bacarmış. Dəyərli Kön xanım Qamanova, sizdən soruşmaq istəyəcəm. Həqiqətən dişləriniz bizim xarakterimizi yansıtırmı? Bəli, əlbəttə ki. Həm dişlərin quruluşu, bəli, dişlərin quruluşu, həmçinin ağız boşluğunun vəziyyəti, bunları insanın xarakterindən məlumat verir bizə. Sizin dediyiniz kimi, o uzun dişlər, ümumiyyətlə ölçücə iri olan dişlər daha dominant xarakteri insanlara aiddir. Sonra bizdə ağız boşluğunu müayinə edən zaman baxırıq, məsələn, ön qrup dişlərdə hər hansı bir deformasiyalar varsa dişlərdə, bu pasientdə olan pis vərdişlərdən xəbərdar verir bizə. Bu pis vərdişlərdə adətən gərgin olan insanlarda olur. Pis vərdiş deyəndə nəyi nəzərdə tuturam? Barmaq yemək olsun, qələmi tutmaq dişində və yaxud da ki, günəbaxan tumunun izləri olur dişlərdə. Biz adətən ən çox rast gəldim. Bəli, bir tərəfli dişlərdə üçbucağa bənzər bir boşluqlar olur. Bu və ya digər pis vərdişlərin əmələ gətirdikləri travmalardan biz görə bilirik ki, bu insan gərgin insandır. Yəni, çünki relaks bir insan dişləri ilə oynamaz. Biz belə düşünürük. Pasiyentə baxa bilirsiniz də ən çox nə yeyir bu insan? Bəli, %100 bilirik. Düzəlmiş olsa necə? Düzəlmiş olsa... Mən də o soruşacaqdım ki, vinirlər axı indi maşınlar. Bəli, indi dişimlə özünü xarakterimi gizlədən dəyişdim. insanlar kimi dişlərlə də artıq tapmaq olmur. Yəni, bilmək olmur o sözü. Malik və mən qabaqlayır. Sizin dişləriniz də böyükdür və görürsünüz, dominant xarakteridir, bəli. Bir də dağ insanlarının çoxu, yəni dağ bölgəsi, qərb bölgəsi insanların dişləri daha böyük ölçüdə olur. Var həqiqətən dominantlıq. Kəlbəcərlikdə bizim Malik əlbəttə. Əlbəttə. Dominantlıq var da xarakterinizdə. İdarəçilik, dominantlıq. Mikrofon yaddan çıxır Malik bəy. Çörək ağacımız yaddan çıxır. Hara çıxır? Bəs elə Malik bəyin sözündən qüvvət, Nigar xanım mənim xarakterim. Mənim xarakterimi əlvinç kimi bilirsiniz. Sizə, onu mən deyə bilməm. Deməli, Gülnar xanımın həm dişlərinin quruluşundan demək olar onun xarakterinə, həm düzdür, bəzi insanlar inanmırlar, amma mən bürclərə çox inanıram. Bürclərdən irəli gələn. Gülnar xanım Qoç bürcüdür. Bu arada, öncədən də sizi təbrik eləyirik. Yaxın günlərdə ad günü olacaq Gülnar xanımın. O Qoç bürcüdür, o... Əlbəttə ki, dominant bir bürcdür, dominant bir xanımdır. Elə olmasaydı, bu qədər gözəl layihələrə imza atmazdı deyə düşünürəm. Hani bizə səhər-səhər bizim enerjimizi, təriflərimizi də aldıq. Davam eləyə bilərik efrimizə. Davam eləyə. Ağız boşluğunu çox vaxt biz müayinə eləyəndə pasiyentlərin ən sevmədiyim cümlə budur və bütün stomatoloqlar bunu sevmirlər. Çox vaxt istəyirlər ki, ancaq vizual görünüşləri yaxşı olsun. Ay doktor, əsas bu qabaq dişlərimi düzəldək, arxalar olmasa da olar. Bu tür insanları mən düşünürəm ki, onlar cəmiyyət üçün yaşayan insanlardır, özünə dəyər verməyən insanlardır. Çünki özünə dəyər verən insan başa düşməlidir ki, bunun öndəki dişi də, arxadakı dişi də bunun orqanizmasına aid bir orqandır və o onu müdafiə eləməlidir, qorumalıdır. Yəni ona istifadə eləməlidir. Estetikdən əlavə sağlamlıq üçün. Çünki hər zaman bəli, qidalanma, sağlamlıq ağız boşluğumuzdan. Bəli, ağız boş. İnanın ki, bir dəfə mənim bir dənə belə pasiyentim olmuşdu. Xanım gəlib, maddi durumu çox gözəldir. Yəni ən axırıncı maşınlardan birindən istifadə eləyir, mobil telefonu, geyimi, aksesuarı, hər şeydə. Yəni hər şey super səviyyədədir. Xanımın ağız boşluğuna baxanla biz yəni şok yaşamışdıq. Aşağıda ön hissədə cəmi 6 dənə dişi var idi xanımın. Biz ona implant məsləhət gördük. O dedi ki, yox, çox bahadır, belədir. Yəni mən inanın onda şok yaşadım ki, yəni maddi imkanı aşağı bir insan olsaydı, bahadır desəydi, hardasa anlamaq olardı. Musiqisi dostumuz var. O siz dediniz, deyək ki, imkanı yoxdur, yox. Sadəcə qardaşı da stomatologdur. Sadəcə qorxur da, insan qorxur. Qorxu ayrı məsələ. Sedat söyləyə bilər, indi ona da çarə var. Qorxu zamanı Cavan oğlanın ağzında bir dənə dişi yoxdur. Vay vay.
O da bir Sedativ travmadır. dərmanlar vasitəsilə Diş yatızdırırıq həkimindən pasientləri. qorxmaq, o da bir travmadır, uşaqlıq travmasıdır. Həqiqi deyirəm, uşaqlıqdan qaynaqlanan bir şeydir. Hə, bəs qorxanlar üçün ümumiyyətlə Kön xanım nə var? Müasir. Sedasiyadan istifadə eləyirik. Sedativ dərmanlar vasitəsilə sakitləşdirə də bilirik. Bəzi pasientlər var ki, ilkin mərhələni aşmaqdan ötürü həmin o dərmanlardan veririk, o ilkin mərhələni keçirlər. Və yaxud da ki, elə pasientlər var, həm öz rahatlığı üçün, həm qorxduqları üçün deyirlər ki, mən yatmaq istəyirəm. Yatırlar. Dişsiz yatım, durum görüm Hə, dişlərim bəli, var. eynən cümləni deyirlər. Doktor, mən yatım, yuxudan durum ki, bütün dişlərim düzəlir, istifadə eləyə bilirik elə. Ümumiyyətlə müasir stomatologiyada prosedurların böyük əksəriyyəti ağrısızdır həqiqətən də. Mən düşünürəm Bəli, ki, ağrısızdır. ümumiyyətlə Azərbaycanda daha da çox stomatoloji sahə çox inkişaf edib və harda nə yenilik var, onu dartıb gətirirsiniz Azərbaycana. Detox klinikasına tətbiq edirsiniz. Ümumiyyətlə bilmirəm, stomatoloq dostlarım kifayət qədər Kön xanımın timsalında stomatoloq dostlarım kifayət qədər çoxdur deyə. Ya niyə? Mən insanların ilk dişinə fikir verirəm. Belə ünsiyyət qururam, gözünüzə baxacağam, amma fikrim dişinizdədir, əmin olun. Sağlıq, gözəllik dişlərdən başlayır ona görə. Mən düşünürəm ki, əgər o insan dişinə düzgün qulluq eləyirsə, dişləri gözəldir, demək gözünə dəyər verir. Mən yəni bu düşüncədə, nə bilim, bəlkə də yanlış, bu mənim şəxsi yanaşmamdır və dişlərin rəngi də çox önəmlidir. Hətta deyirlər ki, dişlərin rəngi sağlamlıqla yansıdır. Düzdür. Var mı belə bir? Var. Məsələn, bəzi insanlarda var dişlərin rəngləri yaşılın sarıçalarıdır, yaşıllı sarılı. Bunlar 6 yaş qrupunda olan uşaqlarının tetraskilin qrup dərmanlardan istifadə etməsi ilə əlaqədardır. Onlar təsir eləyirlər və böyüdüklərində bu sarı rəng onları o qədər narahat eləyir ki, çox böyük komplekslər yaşayırlar, travmaları olur. Yəni gülmək, nə bilim, danışmaq çəkingən olurlar. Amma bəzi insanlar da vardır, onlarda genetik olaraq diş rəngləri sarıdır. Onlar da həmçinin günümüzdə bunları kimyəvi bəyazlatmalarla, bəli, kimyəvi bəyazlatma ilə bərpa eləyə bilirik və yaxud da ki, bərpa eləmək mümkün olmadığı halda həmin o tetraskilin qrup dişləri biz estetik kompozit vinirlər və yaxud da ki, texniki laboratoriyada hazırlanan vinirlərdən istifadə edərək bərpa eləyirik. Öz güvəni yerinə gəlir. Bayaq dediyiniz o ön dişlər var, arxa dişlər yoxdur. Bəzən o ağartmanı da önü eləyirlər, arxa yatdan. Eynən, önə eləyirlər. Üstü eləyirlər, arxa yatdan. Üstü, arxa, hə. Yəni o başqaları üçün yaşayan insanlardır. Bir dəfə bir dənə də pasiyentim var idi. Sizinlə bölüşmək istəyirəm bunları da. Onlar da psixologiyaya aiddir deyə düşünürəm. Mənə sosial şəbəkədən yazmışdı ki, bəs uşağımın diş əyriliyi problemi var, gətirmək istəyirəm belə. Dedim ki, gətirin, hə, bəs 11 yaşı var, əgər düzələcəksə gətirim, boş-boşuna gəlməyim. Dedim, sən əgər uşağından ötürü, yəni vaxt, sərf elədiyin vaxtı boşuna hesab eləyirsənsə, deməli, ümumiyyətlə sən uşağına dəyər vermirsən. Öz övladına dəyər verməyən insanın da özünə dəyər vermədiyini düşünürəm. Və yaxud da həmin şəxs ümumiyyətlə stomatoloji anlayışı yoxdur. Yoxdur. Düşünün, 0 səviyyəsində. Yəni, mən oxuyurlar hardansa, nə bilim, YouTube-dan falandan bax. Yəni, deyirəm mən, eynən o cümləni dedim. Dedim, yəni, uşağımın böyrəyi ağrımır ki, mən deyim ki, hər hansı bir dərmanı, ağrı kəsicini qəbul elə müvəqqəti. Sən dişdən danışırsan. Bayaq Malik bəyin... Əlbəttə. Elə sizin sualınızdan danışacağım. Buyurun, buyurun. Yəni körpə uşağın dişi, yəni zamanından tez niyə xarab olur ki? Biz bu mövzunu dəfələrlə bölüşmüşük. bölüşmüşük. 7 yaş, 10 yaş. O artıq daimi dişdir. Daimidir. 10 yaşında artıq daimi dişlərdir. Yəni süd dişi deyil də, deyim ki, töküləcək. Çox vaxt valideynlər arxa qrup 6 nömrəli dişlərimizi, yəni birinci kiçik azı dişlərini, birinci böyük azı dişlərini süd dişi sanırlar, onu müalicə elətdirmirlər, düşəcək deyib, yəni baxmırlar ona, ertələyirlər. Bəli, adətən həmin pasientlərin birinci kiçik azı dişləri artıq çıxanda bunlar fərqinə varırlar ki, buradakı bu bunun daimi dişiymiş. Hansı ki, birinci böyük azı dişi 6 yaşında çıxır. Bunu fərqinə varanda 9 yaşında olur artıq. Yəni, görün, 3 il nə qədər gecikmiş bir dövrdədir. Bizim süd dişimizdə müalicə elətdirməyək. Amma əslində süd dişidə müalicə elətdirməyək deyə bir artıq Allaha şükür ki, Allaha şükür ki, inkişaf eləyir, təməldir. Süd dişlərinin müalicəsini biz mütləq bilirik. Çünki çənəmizin quruluşu, gələn daimi dişlərin sağlamlığı hamısı süd dişlərindən əmələ gəlir. Süd dişlərinin də vaxtından əvvəl çürüməsinin bir çox səbəbləri var. Bunlardan ən birincisi uşaqların artıq dərəcədə karbohidratla qidalanması, yəni şirin soklardır, şirin çaydır, qazlı içəcəklərdir,
bəli, belə bir şey verilməlidir. Sonra şokoladdan istifadə çoxdur, peçenilərdən, sərt qidalardan qidalanmırlar. Həmişə dediyim bir söz var. Biz uşaqlıqda yer kökü, sonra xiyarı, hər şey almanı dişləyib yeyərdik. Bunun özü də dişlərin özünün təmizlənməsinə bir faydadır. Onun üzərində olan o ətləri təmizləməyə, möhkəmlətməyə bir faydadır. Amma indi valideynlər hər şeyi blenderdan keçirdirlər. Tək uşağım yesin, tək mədəsinə getsin. Tək ki, uşağıma əziyyət olmasın. Onu düşünürlər, tək ki, uşağıma əziyyət olmasın. Və beləliklə də həmin o dişlərin çürüməsinə səbəb olurlar. Mən uşaqlara həmişə deyirəm, nə istəyirsiniz yeyin. Şokolad yeyin, çoxlu yeyin. Amma şokoladı yeyəndən sonra gedin dişlərinizi fırçalayın. Ki, sizin dişinizin üstündə qalmasın həmin o karbohidrat. Bayaq Malik bəy dediyim mövzuda istəyirəm toxunum. Bax, o cür insanlar kifayət qədər çoxdur. Hansı ki, cavan yaşlı insandır, 20'li, 30'lu yaşlarındadır. Dişləri tökülüb. Çoxdur bu cür insanlar. Yəni, bayaq Malik bəy dediyi kimi dostlar, tanışlar, insanlar, bəylər, xanımlar həddən ziyada çoxdur. Bax, nədir bu əsas faktor ki, cavan yaşda həmin o xanımın, bəyin dişləri yoxdur, artıq məcbur protezə və yaxud da implantsız qapaqlara ehtiyac duyurlar. Birinci səbəb uşaqlıq travması ilə əlaqədar olaraq stomatoloqdan qorxu. İkinci səbəb ya o qorxunun verdiyi və yaxud da ki, arxeyin verdiyi stomatoloqa vaxtında müraciət olunmamaq. Yəni, balaca bir karyos boşluq olanda biz o dişi plomblayırıq və o diş sizlə illərlə gedə bilir. Amma bizdə pasiyentlər nə edir? Ağrı kəsicilərdən istifadə eləyirlər, vəziyyəti xronikləşdirirlər. Xronikləşmiş bir dişdə ağrımır. O vaxtda ağrıyır ki, artıq üzü şişir, orada iltihab proseslər baş verir və o zaman da biz o dişə müdaxilə eləyə bilmirik, daha ağır vəziyyətdə gəlir. Daha ağır vəziyyətlərə gətirib çıxardılar. Tək dişlərdə belə deyil. Günümüzdə yəni, pasiyentlərin çoxu sağlamlıqlarına laqeyd yanaşırlar, ən axır məqamda yanaşırlar. Ümumiyyətlə, sağlamlıq mövzusu çox aktualdır və Allah Taala'nın bizə verdiyi bu pulsuz sağlamlığımızın, yəni tam təmənnası olub. Ümumiyyətlə, belə bir araşdırma keçənlərdə çıxdı qabağın sosial şəbəkələr, deyir ki, insanlar dişlərini implantlardan daha az qoruyurlar. İmplantları daha çox qoruyurlar. Çünki implanta pul veriblər. Amma Allah Taala'nın bizə verdiyi bu öz dişlərimizə axı pul verməmişik. Deyir Gülnar xanım, indi mən bu dişləri bir də öz tərəfimizdən bir şərh eləyərəm. Baxın, vaxtsız xarab olan dişlər deyirik. İstər uşaqlıq yaşında, istər 20-25 yaşı var gənc insanda, amma baxsan bütün dişləri çürüyüb. Bunun da təbii ki, bir şuuraltı səbəbi var. Yəni, travma deyirik, yox heç. Məsələn, ön dişlər ata-ana ilə bağlıdır. Ön üst dişlər ata tərəfindən, ata xətti ilə gələn travmalardır. Alt dişlər ön, ana xətti, yəni dişil enerji, eril enerji o nöqteyi nəzərdən. Məsələn, köpək dişlərdə xarab olmaq, köpək nədir? Yırtıcı heyvandır da, düzdürmü? Qəzəb duyğusunu göstərir. Şuur altında aşırı dərəcədə, yəni çox böyük qəzəb duyğusu ilə bəslənmiş uşaqdırsa, təbii ki, bu atadan, anadan gəlir. Aqressiya keçib. Bəli. Bir sual vermək istəyirəm ki, sizcə Nigar xanım, şuuraltı nə zaman bədəni xəstələndirməyə başlayır? Şuuraltı biz onu dinləmədiyimizdə, biz o duyğuları anlamadığımızda artıq ikinci mərhələ olaraq bədənimizə, fiziki bədənimizdə özünü göstərir, sirayət edir. Yəni burada enerji blokajları yaranır. İlk mərhələ dediyim kimi duyğu gəlir. İkinci mərhələ yüngül artıq ağrılar, baş ağrısı, əzələ ağrısı filan. Şuuraltı dinləmədikdə deyirik. Bunu biraz açsaq. Nədir baş şuuraltını dinləmədik? Necə dinləyək onu? Baxın, açmaq nədir? Dinləmək nədir daha doğrusu? Dinləmək duyğularımıza qulaq asmağımızdır. Mən özümü yenə deyirəm, tutam depressiv hiss edirəm. Həyat eşqim sönüb. Heç nə eləmək istəmirəm, ancaq istəyirəm yatım, vaxt keçsin. Yatmaq nədir? Yatmaq əslində reallıqdan qaçışdır. Yatanda özümü unuduram. Yatanda çox yatmaq. Çox yatmaqdır, yəni normadan kənar gedir söhbət. Təbii ki, insan olaraq normal yuxu rejimi bu vacibdir. Amma yəni biz öz duyğularımızı dinləmək, oxumaq əvəzinə onlardan qaçırıqsa, onlarla üzləşmiriksə, bu artıq şuuraltımızı dinləməmiş oluruq və ruh üsyan edir burada. Ruhumuz üsyan edir ki, məni gör, məni eşit.
Amma biz istəmirik onu görmək, çünki o bizi narahat edən tərəfə ümumiyyətlə baxmaq istəmirik. Üzümüzü çöndəririk, toksiki də olsa yalandan güldüyümüz tərəflərə. Bəs o şuuraltını necə bərpa eləyə bilərik? Yəni onun effektiv üsulu nədir ki, biz o şuuraltını dinləyək? Baxın, burada fərqlidir. Aha, bəli. Hər insanın fərqli metodları var. Kimə hansı yaxşı təsir edirsə, individualdır bu. Amma burada əsas, məsələn, istifadə edirik nəfəs texnikalarından. Çünki nəfəs alıb vermək bizi çox rahatladır. Düzgün nəfəs almaq. Çünki biz əslində analiz etsək, heç bu günə kimi nəfəsimizi belə doğru alıb verməmişik. Sonra təbiətlə kontakt, bu təbii meditasiyadır, çox gözəl təsir edir. Heyvanlarla, təbiətlə, yəni biraz uzaqlaşmalıyıq. Yazmaq, yazı texnikası çox möhtəşəmdir. Çünki duyğularımızı tutağım, özümə etiraf edə bilmirəm nəyisə. Amma yazanda artıq o məndən gəlir, tökürəm onları, özümü belə hiss edirəm, bunu yaşadım, filan kəs mənə belə elədi, nə varsa. Orada blokaj açılır. Biz bu günə kimi onları bastırmışdıqsa, bir qəlibə salmışdıqsa, artıq biz onları oradan açdıq və vərəqə tökdük. Və o azad olunur. Yəni beynimiz artıq onu mən özümdən azad elədim kimi qəbul edir. Sonra burada çox dəbdədir, yoga var, terapiyalar, rəqs özü, musiqi özü, bunlar hamısı şuuraltı olaraq terapiya edir insanı, amma onları da düzgün seçmək. Əslində bu və digər mövzularla bağlı günümüzdə kifayət qədər sizə onlayn və yaxud da əyani terapiya metodikalarınıza müraciətlər olur. Kifayət qədər sayısız hesabsız müraciətlər olur ki, ən qeyri-adi bu günə qədər qəbullarda rastlaşdığımız situasiya, hal hansı olur? Var, elə bir pasiyentlərim olub, hal-hazırda biri də var. İnandırım sizi, gənc bir oğlandır, hal-hazırda pasiyentimdir. O qədər yüksək fərqindəlikli insandır. Yəni, mən deyərdim ki, o bu planetdən deyil. Əslində, həyatında belə bir narahat edən, yəni fiziki vəziyyəti ilə, işi yerində, sağlamlığı yerində, boy-buxun, yaraşıq, hər bir şey yerində sadəcə bu insan uşaqlığımdan deyir, mənim ancaq axtardığım bu olub ki, mən kiməm? Özünü sorğulayıb. Özünü dərkdə sanki. Bəli, o idrakla doğulmuş insan olub. Yəni, var belə insanlar ki, idraki açıq. Çünki çox görürük belə uşaqlar. Baxırsan, 5, 6, 7 yaşı var, amma necə bir alim qədər bilir, çox qeyri-adi istedadlara malik olur. Və bir dənə o sual ki, mən kiməm? Onu gətirib bugünkü gündə o ruhunun axtarışına çıxarıb və o qədər böyük bir şeylər, o insan hər seansa gələndə, yanıma təsəvvür edin, yeni bir şeylə gəlir. Və hər dəfə deyirəm ki, artıq təəccüblənməyəcəm, növbəti gün məni daha da təəccübləndirir. Yəni, çox fərqli bir, əslində çoxdur belə bir pasiyentlərim, amma indiyə kimi ən fərqli pasiyentim, bilmirəm, dinləyirsə, bu verilişə baxırsa, biləcək ki, söhbət özündən gedir. Söhbətdən mən belə bir özüm üçün yəni dərs götürdüm ki, demək ki, biz həyatda bilmədən özümüzü həm pisliyə, həm yaxşılığa, ən çox da musiqiçilə. Məsəl üçün mən ya o keyfim olmayanda, ya dilxor olanda hansısa bir həzin musiqi ilə o ruhumu sakitləşdirə bilir. Vəziyyətdən çıxa bilirsiniz. Bayaq qeyd elədiniz, bizim orada operatorumuzun sobada əli müəyyən qədər problem oldu. Reklam fasiləsində mən soruşdum ki, bəs haradadır bizim Nicat qardaşımız? Dediniz ki, o bastırılmış nəsə duyğu. Bayaq necə şərh elədiniz? O əl yanmağı da səbəbi var imiş. Daxilində onu yandıran bir duyğu var, bir hiss var. Hətta özünü sorğulasa, bir içini analiz eləsə, nədir onu narahat edən bu son günlərdə, son zamanlarda ki, daima o insan get-gəllərdədir və onu bastırır. Bastırır, özü fərqindədir, amma belə deyim də, kənara bir ruzə vermir bəlkə də, özünü yaxşı, pozitiv aparmağa çalışır və artıq fərqində olsa belə onu oradan anlamağa çalışmır ki, nədir məni narahat edən. Hiss edir ki, bir nəsə var, bir duyğu var, amma anlamağa çalışmır. Və elə olanda hadisələr olaraq artıq nələrsə yaşayırıq. Məsələn, əlini yandırdı, orada onun sistemə mesaj o idi. Yanan əlin deyil, içindir, içirə bax. Nədir səni yandı? Aldın mesajını? Bəli, var idi. Başla təsdiqləyir Nicat qardaşımız. Bir mövzuya toxunmaq istəyirəm. Özüm sağlığımla bağlı, hər kəsə sağlamlıq arzulayıram hər zaman. Sağlığımla bağlı müəyyən bir problem yaşayandan sonra Xəstəliyin Sev adlı bir kitab əldə elədim. Bizim dəyərli psixoloqlarımızın tövsiyəsi ilə. Orada həmin o mütaliə zamanı
mütaliədə gördüm ki, hər orqanın müəyyən psixoloji durumumuzla bir əlaqəsi var imiş. Sən demə, baş ağrısının hansısa bir səbəbi var imiş, ciyər problemimizin nə-nəsə bağlılığı, hətta kürək ağrısının sanki uzun illərlə belə deyək də yük daşıyırıq çirimizə, mənəvi yük daşıyırıq, evin yükünü, məsələn, məsuliyyət yükünü daşıyırıqsa əgər, bəylərdə bu daha çox baş verir. Evin yükünü, məsuliyyətini daşıyırıqsa, bəylərdə daha çox bel yırtığı olur, qrıja, protruzya problemləri olur. Hər orqanın bir dili var imiş, bir psixoloji mənası var imiş. Ki, bu xüsusda araşdırmalar göstərir ki, ən çox rast gələn fiziki simptomlardan baş ağrısı, boyun tutulması, mədə pozuntuları kimi hallar var ki, bunların hər birinin arxasında müəyyən emosional səbəblər gizlənir. İstəyəcəm bu danışdığınız mövzuları bir şərh eləyəsiniz. Baxın, başı daima ağrıyan insanlar, yəni dərman içir, sakitləşdirir, amma artıq onu bir, belə deyim də, onun üçün normal bir haldır baş ağrısı. Bu insanlarda günahkarlıq duyğusu çoxdur. Yəni nədəsə o insan özünü çox günahlandırır. Bu uşaqlıqdan da gəlmiş ola bilər. Keçmişi buraxa bilmir, keçmişdə qalıb, ilişib qalıb. Filan kəs mənə bunu elədi, o eləməsəydi bu olmaz. Halbuki yaşadığımız hər bir hadisə bizə bir dərsdir, bizim təkamülümüz üçün biz onu yaşamalıydık. Amma necə yaşamalıydık? Hadisəni yaşadım, mən anlamalıydım ki, mən bunu nəyə görə yaşadım? Onu anlamayanda artıq biz keçmişə bağlı qalırıq. Burada kimisəyə günahlandırırıq, ya özümüzü günahlandırırıq və bu periodik olaraq bu duyğular onda get-gəllərdə olduqda artıq baş ağrısı kimi bu özünü göstərəcək, davamlı baş ağrısı. Günümüzdə mütəmadi olaraq özünü güclü göstərməyə çalışan insanlar var, amma daxildə çox zərif, bəlkə də zəiflik. Amma mütəmadi özümüzü güclü göstərməyə çalışırıq. Bəs bu güclü görünməyə çalışan insanların daxilində yığılmış hisslər hansılardır? Ümumiyyətlə, Gülnar xanım, mən bunu həmişə deyirəm, özünüzdə də müşahidə edə bilərsiniz, pasiyentlərdə də müşahidə edirəm. Bir insan xaricdə nədirsə, daxildə onun tam əksidir. Çox sakit görünən insanların içində əslində bir, belə deyim də, yatmış şir var. Onların bir damarına bassaz görəcəksiniz ki, içindən nə çıxdı. Çox aqressiv insanlar nədənsə qorxur. Yəni, deyir, döyərəm, vuraram, neyniyərəm. O heç nə eləməyəcək. Əslində, onun içində o qədər böyük bir qorxu var ki, o qorxusuna qalxan yaradı bu aqressiyasını, özünü qorumaya alıb. Fərqində deyirlər çox vaxt, heç anlamırlar özlərini. Və yük daşımaq deyirsiniz, yük daşıyan insanlar şuurlu olaraq özlərini güclü göstərməyə çalışırlar. Nəinki öz yüklərinə, hər kəsin, bütün ailənin, nəslin yükünü də yığacaqlar üzərinə. Amma bunun altında nə yatır? Güclü göstərməyin arxası nədir? Əslində, daxilində zəif bir insan var. Yəni, zəif dediyim nədir? Nə vaxtsa çox zəif bir duruma düşüb, o zəif olduğunu onun üzünə vurublar, özünü çox zəif, çox aciz hiss edib ki, artıq o güclü görünmək formasını, o bir qalxan yaradıb və insanlara özünü təsdiq etmək proqramındadır, belə deyim. Təsdiq etməyə çalışır ki, mən güclüyəm və nəinki öz yükünü daşıyır, hər kəsin, bütün nəslin, hamının işini dalınca qaçacaq ki, mən güclüyəm. Və buna o, belə deyim də, gəldikcə, dedikcə ki, çox güclüsən, halaldır, egosunu qidalandırır. Çünki daxilindəki o zəifliyi onunla sanki balanslayır, o tarazlayır, onu gizlədir orada. Yəni, bəli. Çox xanım, yaman diqqətlə dinləyirsiniz ha. Özünü tapırsınız, hə deyəsən. Qapıldım, getdim uşa. İnsan var ki, müəyyən bir yaşdan sonra hər hansı bir musiqiyə, hər hansı bir insanı bir hərəkətə, yəni ana, məqama kövrəlir. Amma bir də var cavan insan. Bəs ona da elə gəlir, o niyə elə olur? Bu da fərqlidir, yenə fərqlidir. Baxın, məsələn, kövrək insanın daxili əslində qəzəbli bir insan ola bilər. Məsələn, mən gözəl musiqidə belə, məsələn, olsun ya muğam ifaçıların hansından bir şedevr bir ifa görəndə özümün bir ixtiyar olaraq, yəni mən onu ağlayıram ki, yəni belə oxumaq olar yəni. Baxın, Malik bəy, burada bilirsiniz, biz əsas nəyə baxırıq? Bəzi, hər zaman istisnalar mövcuddur təbii ki. Orada sizə gələn duyğuya baxacaqsınız. O musiqini dinlədikdə nə hiss edirsiniz? Üzüntü, kədər, nə bilim, sizi hara aparır, sizə nə xatırladır? Belə bir şey deyim də, məsəl üçün, kiməsə qəzəbim var, kiməsə yəni hirsim var, o musiqiyə qulaq asanda elə biləm ki, mən süzüldüm, saflaşdım. Ya o insana azlamışamsa gedəm deyirəm ki, mənə bağışla. Görürsünüz, qəzəbi onunla balanslayırsınız. Deyirəm, axı, kövrək insanların daxilində qəzəbi balanslamaq üçün o an ona ehtiyac duyursunuz. Bir də yenə duyğuya da fikir verməliyik. O duyğu nədirsə bizə gələn o an. İstənilən halda musiqiyə qulaq asırıq və yaxud da
Ümumiyyətlə, hansı halda bizə hansı duyğu gəlsə, kiminləsə dalaşırıq, qəzəb gəlir, duyğumuzu analiz edirik və özümüzü sorğulamalıyıq. Bu duyğunu ilk dəfə nə zaman yaşadım? Çünki bizə tanış olmayan duyğunu bizim beynimiz bizə hiss etdirməyəcək. Mən nəyisə bir şey hiss edirəmsə, beynim o duyğunu tanıyır, o məndə var, o mənim kodlarımda, molekullarımda var. Varsa demək, mən onu nə zamansa yaşamışam daha öncələrdə. Çox. Bəs siz nəyə kəşf elədiniz özünüzdən? Təsdiqləyirsiniz və yaxud başdan təsdiqləyirsiniz? Dinləyirəm. Hamı dinləyir, diqqətlə dinləyir, bir də başdan təsdiq eləyir. Sanki özündə nəyisə kəşf eləyir Nigar xanımın dediklərində. Özümdən əlavə, siz nəyə fikirləşdim? Yəni o söhbətləri qulaq asanda nəyə fikirləşdim? Bəzən, yəni ən çox bunu böyük nəslin nümayəndələri deyirlər ki, filan kəsin əli mənə düşür, o yaxşı həkimdir. Əli mənə düşür. Əslində bizim qohumlarda da var, elə şey, valideynlərimi nəzərdə tuturam. Bizdə bir həkim var idi, bu sahə həkimi idi. Yəni heç nə eləmirdi. Heç nə eləmədi dediyim nədir? Ağrı kəsici məsəl üçün tətbiq eləyirdi pasiyentlərə və yaxud da ki, sistem qoşurdu, nə edirdi? Yəni pasiyent istər-istəməz biraz əhvalı düzəlirdi, toparlanırdı. Bu ağrı kəsilmişdi deyə, biraz əhvalı da düzəlmişdi deyə hamı düşünürdü ki, yəni ondan yaxşı həkim yox idi. Əslində, yəni xəstəliklərin müalicəsində iki şaxə var. Bir ağrının mənbəyinin müalicəsi, bir var ağrının özünün müalicəsi, səbəbi və nəticəsi müalicəsi. Bu həmişə nəticəni müalicə edir, yəni ağrını sakitləşdirir. Mən həmişə deyirdim ki, həkim olandan mən deyirdim ki, valideynlərimə, yəni bu insan sizi düzgün müalicə eləmir, ağrı kəsici verir, sən səbəbini bilmir axı nəyə görə. Hər nəyi müalicə edir, əsas odur, mənim ağrım dayanır. Orada Könül xanım, o insanlar inanır. Birincisi, o iynə vuranın enerji söhbətidir, frekansı yüksəkdir ki, o insanlara bir dənə iynə ilə belə o şəfanı ötürə bilir. İnsan var sadəcə danışığı ilə belə şəfalandırır. Kimsə ona qulaq asır və qarşıdakı ki, insan artıq sanki hissəyə ki, yüngülləşdir. Əriyi baxır da. Bəli. Bir o frekans söhbətidir iynəni vuranın, ikincisi isə ona inam. Yəni o iynə vurduran insanın içindəki inamdır ki, bu insan mənə bunu elədirsə, mən sağalacam. Eynən, yəni o çox güvənirdilər ona. Bax, məsələn deyirəm, gedirdilər hansısa həkimə, bunlara analizlər elətdirirdi, dərmanlar yazırdı, nə edirdi? Danışırdılar ki, hələ bir bunu filan doktora bir də göstərək. Görək o doktor nə deyir, düzmü yazıb bu həkim? Yəni həmin o dərmanları yazan həkim ixtisası üzrə mütəxəssisdir, uzmandır, professordur. Məsəl üçün də bir vəzifəsi var. Yəni bunun yaşanmışlığı var bu ixtisasla əlaqədar. Onun o qədər savadını qoyurlar bir kənara, filan kəsə bir göstərək görək, ona deyir hələ, yaxşı mı dərman yazıb bizə. Çox inanırdılar. Bir də bizim bu, məsələn, stomatologiyada bəzi həkim yoldaşlarımız var. Sən əl işləri keyfiyyətli olmasa da belə, özlərinin o pasiyentlə münasibəti o qədər gözəldir ki, pasiyentləri yəni ondan narazı qala-qala yenə də həmin həkimin yanına gedirlər. Bunlar da çox təəccüblü gəlir mənə həmişə. Danışığı ilə belə şəfa ötürən. Amma elə həkim var ki, indi gəlin etiraf edək də, çox savadlıdır. Amma bəli, o enerjini verə bilmir. Bax, tam olaraq onu demək istəyirəm ki, çox savadlıdır. Əl qabiliyyəti çox gözəl. Bizdə həm savad gedir, həm də əl qabiliyyəti də önəmlidir. Biz bir növdə art insanlarıyıq bizdə. Amma bu insan özünü göstərə bilmir, ötürə bilmir. Onun pasiyent kütləsi daha azdır, o birisinin daha çoxdur. Yəni, bu çox qəribə bir hadisədir. Bunlar hamısı enerjidir. Sonuçda hər şey gəlib psixoloji duruma Yenə də sonda Nigar xanımın sözünə qüvvət psixoloji duyğularda dayanır. Ona görə mən həmişə tərəfdarıyam ki, bir insan həkimə müraciət edirsə, bəli, biz həkimi qətiyyən inkar etmirik. Çünki artıq fiziki bədənə sirayət edibsə bu problem. Burada həkimlərin rolu olmalıdır. Amma iki tərəfli getməlidir. Çünki daxildə o duyğu varsa, hansı ki o xəstəliyi yaradıb, o xəstəliyin kökü də lap belə şuuraltıda olan, o varsa, o ola bilər hansısa bir orqanı müalicə elədi həkim, əməliyyat elədi ya nəsə, o aradan qalxdı, amma müvəqqəti. Çünki o duyğu başqa bir yerdən özünü göstərəcək, mütləq göstərəcək. Ona görə iki tərəfli getməlidir ki, bu
tam getsin də O insana. bəzən ümumiyyətlə o enerji həqiqətən günümüzdə çox önəmli bir faktordur. Bəzən insanlar o gözəl, müsbət enerjilərini mənfi yönə istifadə edirlər. Hələ dələzduzluq eləyənlər insanlar kimi o da insanları və o enerjisini qapdırır və aldatmağı bacarırlar. Kəş ki biz hər zaman o enerjimizi müsbət yöndə istiqamətləndirməyə çalışırıq, müsbət yöndə istifadə eləməyə bacarsaq və bayaq Malik bəyin sözünə qüvvət deyir, elə mahnılar eşidirəm ki, məni həqiqətən də kövrəldir, duyğusallaşdırır, o rahatlaşdırır, o hisslərimizi boşaldır. Mən istəyəcəm ki, elə bir etiraf deyiləm ki, onun özünün xəbəri yoxdur ki, sizin öz ifalarınız da bizim ruhumuzu boşaldır, ruhumuzu gözəlləşdir. Nəinki bizim bütün milyonlarla Azərbaycan vətəndaşlarının, bütün dünya Azərbaycanlılarının ruhunu oxşur sizin ifanız. Ona görə istəyəcəm ki, elə səhnəyə gələsiniz. Proqramımızın bu yerində sizdən gözəl bir ifa istəyəcəm. Səhnə sizin, Malik bəy. Çox təşəkkürlər. Zövqümüzü oxşladınız. Haralara apardınız bizi. Çox dərin təşəkkürlərinizi bildiririk. Həqiqətən çox mükəmməl. Fərqli bir aranjmanda ifa eləmisiniz, hə? Yəni sözlərini də dəyişmişik. Yəni müasir dövrümüzə uyğun.
Çox gözəldir həqiqətən də danışacağıq. Artıq bülbülümüz oxusun da, oxumasın Artıq deməsin. oxumaq vaxtıdır. Artıq o bizim xarı bülbülümüzün, sarı bülbülümüzün oxumaq vaxtıdır. Hər zaman da oxusun. Bütün gözəl enerjilər olsun dünyamızda, Azərbaycanımızda və indi bu mahnıdan sonra efirə fokuslan. Çox çətindir. Çox çətindir. O gedi, o apardınız bizi, Qarabağımıza apardınız, o gözəl yerlərə apardınız. Həqiqətən mükəmməldir ifanız. Səsinizin o məlahəti, səsinizdəki çalarlar mükəmməl. Təbii ki, sizin sənətiniz göz qarşısındadır illərdir. Yeni layihələrimiz də var, danışacağıq önümüzdəki dəqiqələrdə. Fokuslanırıq bu tərəfə. Könül xanım görək burada nə xariqələr yaradıb. Demək olar ki, tortumuz hazırdır. Aha, əliniz qolunuz var olsun. Mikrofonu istəyəcəm verəsiz mənə. Mən sizə mikrofonu tutum rahatlıqla. Siz də o bəli son toxunuşları icra eləyəsiniz. Canlı izləyicilərimiz də görmüş olsun ki, bu son toxunuşlar necə olur? Bu şəkər pudrasıdır. Aha. Trafareti qoyub, üzərinə istədiyimiz trafareti, istədiyimiz bəzəyi Vermiş olur. vermiş oluruq. Aha. Kyoxam, danışdığımız mövzularla bağlı bəs sizin nə kimi təəssüratlarınız var? İstər dişlə bağlı, istər elə şuuraltı mövzularla bağlı. Hər ikisi ilə çox razılaşdığım mövzular vardı. Yəni şuuraltı özümdə də çox olur. Bəzən özüm hansısa bir işə yaxşı fokuslananda, yaxşı düşünəndə görürəm ki, daha yaxşı olur. Amma əvvəldən fikirləşəndə ki, bu iş alınmaz, bu iş olmaz, o iş həqiqətən də alınmır. Yəni yanaşma çox önəmlidir. Əslində sizin işiniz də incəsənət sahəsidir. Sizin işiniz də burada gözəl işlər yaradırsınız, qəlbinizi qoyursunuz, kifayət qədər çoxsaylı insanlarla çalışırsınız və mən düşünürəm ki, sizin sahədə də insanın gərək şuuraltısı rahat olsun, beyni təmiz olsun, fərah olsun. Və sizin istirahət anlayışınız nədir? Necə istirahət edirsiniz? Harada istirahət edirsiniz? Yorğunuzu necə atırsınız? Yorğunu əsasən biraz yatmaq, mən təbiəti daha çox xoşlayıram. Haralısınız? Ağdamlı. Gözəl. Təbiəti daha çox xoşlayıram. Hansısa təbiət qoynuna gedən, meşə, dağ, belə Yenilənəsiz. Əslində dəniz anlayışı məndə yoxdur. Dəniz yorur məni. Mən bilirəm ki, siz işinizdən də zövq alırsınız. Bəli. İşinizi görə də zövq alırsınız. İşləyirsiniz, Hansısa istirahət bir edirsiniz həm də eyni xoşladığım bir zamanda. işdir, hansısa çox xoşladığım bir dekordur. Ona mən günlərlə fokuslanıram. Hətta yatanda da düşünürəm ki, sabah mən bunu belə eləyərəm, bunu belə eləyərəm. Məsələn, bugünə qədər hazırladığınız ən qeyri-adi tort dekoru hansı olub? Könül xanım, ağlınıza ilk gələn hansıdır? Ən qeyri-adi deyim ki, nar, alma, belə meyvələrin özünü hazırlamışam. Meyvə dekorunda. Meyvə dekorunda. Nar Onlar çox görünüşündə xoşuma tort. gəlir, bəli. Nar görünüşündə. Maraqlı ideyadır. dekorunda. Maraqlı ideyadır. Hə, əslində mənim o narlara qarşı o dirə zaafım var. Ona görə düşünürəm ki, o Məsələn, mütləq uşaqlar üçün futbol topunun özü belə. Aha, çox gözəl. qeyri-adi dekor. Bir məqama toxunmaq istəyirəm. Bax, istirahətdən danışdıq, bir çox mövzulardan danışdıq. Sizin də o, belə deyək də, yəqin ki, olub həyatınızın hansısa bir dönəmində mütəmadi hansısa bir yeriniz ağrıyıb da, uzaq indikindən, uzaq canlılardan, hər tikə sağlam həyat hər zaman arzulayırıq. Olubmu ki, hansısa yeriniz mütəmadi ağrıyıb? Ya başınız, ya beliniz, ya hansısa bir orqanınız? Bəli, belim keçən dəfə də həkim buradaydı, qeyd elədim. Mən də beldə qrija Bel olduğuna daha görə, çox yəni yük. bel yırtığı olduğuna görə tez-tez o məni incidir daha çox. Amma dişlərimlə də çox əziyyət çəkmişəm. Siz ümumiyyətlə üzərinizdə çox mənəvi yükün olduğunu hiss edirsiniz, Bəli. hesab edirsiniz. Amma özümə ən axırıncı plana atan adamım. Elə ona görədir də. Axırda. Elə ona görədir ki, özümüzdən Ən axırıncı plana axırıncı atırıq. plana atıram ki, bu işi görüm sonra gedərəm həkimə. Ümumiyyətlə Azərbaycan qadınları həqiqətən çox fədakardırlar. Mən düşünürəm ki, bütün dünyada bəlkə də belədir, qadınlar daha emosional fədakar, amma Azərbaycan qadınları daha çox fədakardır. Özümüzü həmişə ikinci plana daha çox atıram. İkinci, nəinki ikinci? Ən axırıncı. Ən axırıncı. Axırdan ikinci. Hə, iki olsa daha yaxşıdır, axırdan ikinci. Ay sağ olun. Elə ona görə kəşke elə öz salonumuzu zamanında qeydinə qalmış olaq. Gözəl bir təam hazırladınız. Əliniz, qolunuz var olsun. Qonaqlarımızla birlikdə dadına baxacağıq. Çox gözəl görünür. Sizin nəşrləriniz hər zaman çox gözəldir həqiqətən də. Bir mövzunu qeyd edim ki, dəyərli izləyicilərimiz, sifarişlərinizi eləyə bilərsiniz. Könül xanımın sosial şəbəkəsi efirdə qeyd olunur. Baxın, sifarişlərinizi eləyin və yaxud da evdə hazırlamaq istəyirsinizsə, yenə də belə deyək də, orada izləməyə ala bilərsiniz. Daha möhtəşəm əl işlərimiz var və evdə həmin o inqridiyentlərdən özünüz də gözəl təamlar hazırlaya bilərsiniz. Könül xanım, yaxın zaman üçün nə kimi hədəflər, planlar var? Yaxın zaman üçün inşallah öz işimi irəli aparmaq.
İnşallah daha da gözəl olacaq, daha da mükəmməl işləriniz olacaq. Təşəkkürümü bildirmək istəyirəm. Biz də hər zaman yanınızdayıq, dəstəyik. Təkrar əliniz, qolunuz var olsun. Dəyərli Könül xanım sizin. Və mən qonaqlarımızın yanına keçmək istəyirəm. Bayaq bir mövzu haqqında danışdıq, problem deyil. Bayaq mövzu haqqında danışmış olduq, hansı ki, dişlərin yaratdığı özgüvəndən bayaqdan. Qonaqlar danışırlar, özləri orada danışırlar. Biz də qatılın mövzuya. Biz də mövzuya qatılın. Terapiya gedir orada. Artıq terapiya gedir, hə? Bəli. Malik bəy bilir də harda. Bilərdik də, öncədən deyərdiniz bizə, canlı bir seans eləyərdik. Deyirəm ki, Güldan xanım, yəni xanım danışdıqca mən o elə məqamlar var ki, onu özümdə görürəm. Özünüzü Ona görə, görürsünüz. Nəyə ki sizi hamımız özümüzü gördük o danışdığımız. Yox, indi insan var ki, görmür də. O bayaq dediyi özün güclü göstərmək insanlar var. O ego, yəni ego onu necə adlandıraq? Özündən müştəbə, özündən razı. Ego əslində pis bir şey deyil. Bir də var egotizm. Egotizm artıq egonun qabardılmı. Ego mənəm də, yəni mən nəyəm oydu. Biz egonu biraz yanlış anlayırıq. Efirdən sonra Könül xanımın Azalı Tortla bir canlı terapiya seansı eləyəcək. Danışacağıq qəşəng-qəşəng mövzulardan. Üzərindən marketinq sistemi də hətta bunu təsdiqləyir ki, gözəl təbəssümü olan insan satışda da uğurludur, karyerada da uğurludur və şəxsi həyatında da uğurludur. Yəni diş kimi baxdığımız mövzu sən demə bizim bütün həyatımıza təsir eləyirmiş həqiqətən. Yəni o dar çərçivədən baxmalı deyil də, dişdir deyib keçməli deyilik. Sən demə bu bizim həyatımızın mərkəziymiş həqiqətən də. Bunu siz şəxsi həyatınızda, iş həyatınızda həqiqətən də sübutunu yetirmirsinizmi? Diş bu qədər həyatımızda önəmli bir rol. Bəli, dəfələrlə. Nəinki həm sağlamlıq, həmçinin də bizim sosial həyatımızda dişin vacibliyini biz dəfələrlə görmüşük. Dəfələrlə onun yaxşılaşdırılmasının həyatımızı nə qədər yaxşılaşdırdığını görmüşük. Bizə, bilirsiniz də, ortodontam, mənim yanıma çox vaxtı gələn pasientlərin hamısı dişləri əyri olur. Mənim əvvəl işlədiyim klinikada resepsiyon deyirdi ki, içəri çənəsi əyri adam gələndə bilirəm ki, Könül xanımın pasiyentidir. Birbaşa zəng eləyirdi ki, Könül xanım pasiyentiniz var. Çənələri, nə çənələr düzəldir Könül xanım? Bəzi pasiyentlər, bəzi deməyim də, 80% pasiyentlərimiz nətərdir? Dişlərindəki olan əyriliklər onlara o qədər özgüvən əksikliyi verib ki, onlar həmişə özlərini cəmiyyətdə bir addım geridə saxlayıblar, bir addım geridə hiss eləyiblər. Onların dişlərini düzəldəndən sonra, mən əvvəl-sonra şəkilləri paylaşıram. İnanın, yəni dişlərinin quruluşunun gözəlliyindən çox onların gözündəki o enerjinin gözəlliyi, özgüvəni, o daha da diqqət çəkən olur. Redaktorumuzun dediyi qədərlə bir neçə dəqiqəmiz qalıb, amma mənim suallarım sizə çoxdur. İzləyicilərdən gələn suallardır, qaynar xəttimizə gələn sualları da istəyəcəm sürətli şəkildə sizə ünvanlandırım. Ümumiyyətlə, uşaqda düzgün qulluq olmayan dişlər illər sonra iz buraxır və biz valideyn olaraq övladlarımızın dişlərində hansı qüsurları eləməməliyik ki, onlar gələcəkdə sağlam, gözəl təbəssümlərə malik olsunlar. Biz əvvəllər deyirdik ki, uşaqlar 2 yaşından stomatoloji müayinələri gətirilməlidir. Artıq belə demirik, çünki biz 1 yaş 2 aylığında kariesin müalicəsindən bizə müraciət edən pasiyentlər olub. Ona görə xahiş edirik valideynlərə 6 ayından etibarən uşaqları müayinəyə gətirin. İstər süd dişləri çıxsın, istər çıxmasın. Süd dişlərinin çıxmamağı da bizim üçün problemdir, sizin uşaqlarınız üçün problemdir. Bunun səbəbini araşdırmaqdan ötürü uşaqların 6 ayından etibarən müayinəyə gətirilməlidir, mütəmadi olaraq. Ağız boşluğunun düzgün formalaşmaması da hətta söz tələffüsünə, yemək vərdişlərinə, hətta nəfəs metodikası, nəfəs vərdişlərinə belə təsir göstərir. Bəli, çox böyük fərqlər olur. Həmin o problemləri düzəldəndən sonra uşaqlardakı tələffüzlər, həmçinin tələffüz və tənəffüsündə, hər ikisində biz böyük fərqlər yarada bilirik. Əsas dediyim kimi pis vərdişlər, vaxtından əvvəl çəkilmiş dişlər, itirilmiş dişlər, boşluqlar, bunların hamısı diş cərgəsi və çənə quruluşuna problemlər yaradırlar. Bir mövzuda da toxunmaq istəyirəm. Ümumiyyətlə, ideal gülüş hər kəsin arzusudur ki, stomatoloji sahədə müasir diş estetikası və yaxud da ki, gülüş dizaynı deyildikdə tam olaraq nə nəzərdə tutulur, nə başa düşülür? Burada yəni fərqli deyil. İdeal gülüş nə deməkdir? Mərkəz xəttlərinin ortaq olduğu, mərkəz xəttlərinin üst-üstə düşdüyü, 1-ci sinif və gülüş xəttində yuxarı dişlərin 1/3 hissəsinin görünməyi bu əvvəllər sayılırdı ideal gülüş. Günümüzdə 3/2 hissəsinin, ən azından yarısının görünməyi ideal gülüş sayılır. Yəni əvvəllər dişlərin görsənməyi daha az
estetik norma sayılırdı. Amma indi dişlərin boyunları, özünüz də görmüsünüz də, süni dişlərin hamısının boyları uzun olurlar. Nəyə görə? Yarısı ən azından görünməlidir ki, təbii gülüş, estetik gülüş bu bəxş eləmiş olar. Bəs ortodontik müalicənin planlanması bu müəyyən bir müddət kəsiyində olur, bəli, değil mi? bayaq dediyim kimi də o gəlmək istəməyən klinikaya pasientlər kimi. İlkin olaraq ortodontik müalicə klinik Dişi əyridir amma olunmalıdır. gəlmək istəmir. Deyir, əgər düzələcəksə gəlim. Yəni hələ görməmişəm ha pasiyenti. Əgər düzələcəksə gəlim deyir. Kino xanıma nə pasientlər gəlir, necə gözəl təbəssümlə Nədə çıxır. olur onlar? Əgər düzələcəmsə gəlim. Sualı verin. İlk olaraq bütün xəstəliklərdə olduğu kimi ortodontik müalicələrdə də ilk olaraq klinik müayinələr olunur. Klinik müayinədə biz pasiyentin ağzını görürük, danışığını görürük, dişlərinin quruluşunu görürük və onu narahat edən səbəbi araşdırırıq. Digər ikinci etapımız bizim rengenoloji müayinələrdir. Bura 3D görüntüsü pasiyentin, dişlərinin 2D görüntüsü, yəni bütün variantlarda rengenoloji görüntüləri bizə lazımdır. Sonra əgər gərək olarsa, artıq biz burada çənə analizləri aparırıq. Axırıncı etap olaraq da ortodontik müalicəyə başlayırıq. Başlayaq ki, bu gözəl təbəssümümüz olmuş Bəli. olsun da. Bayaq danışdığımız o dişlərlə bağlı psixoloji durum, orqanlarla bağlı psixoloji durum. Bax, bu problemləri necə köklü həll edə bilərik ki, beynimiz də gözəl olsun, orqanlarımız da sağlam olsun. Necə edə bilərik bunu? Mümkündür yoxsa qeyri-mümkündür? Müəyyən qədər insan özünü idarə edə biləcəyi gücdədir. Ən azından duyğularımızı analiz etməliyik. Yəni, nəsə hiss edirəmsə onu bastırmayım. Laf belə gərəkirsə mən onu üsyan eləyim, dilimə gətirim, qışqırım, ağlayım, amma içimə atmamalıyam. Ehtiyac varsa bir yastığı götürüb yumruqlaya da bilərsiniz ki, məsəl qəzəb varsa. Hisslərimizi boşaldıq. Bəli, bastırılmamalıdır. Bastırılmış duyğular çox təhlükəlidir və sabah vulkan kimi başqa yerdən püskürəcək. Həmçinin də dişlərdə olduğu kimi. Balaca, kiçik ağrılardan, dişiniz şirin ağrısını hiss elədiyi gündən etibarən siz dişlərinizi müalicə elətdirməlisiniz. Düşünməlisiniz ki, sizin artıq dişiniz istidən, soyuqdan, şirinə reaksiyalar verirsə, sizin dişiniz xəstədir. Siz bu duyğunu bastırdıqca, dərmanları içdikcə, bu artıq xronikləşir və siz dişinizi gələcəkdə itirmiş ola bilərsiniz. Dərman müvəqqəti bir şeydir də, yəni üstünü örtməkdir. Mən həmişə deyirəm ki, sanki biraz kobud misal olsa da zibili xalçanın altına süpürürük. Eynən. Amma oradan əvvəl-axır büruzə verəcəkdi özünü, yəni mümkün deyil. Daha qabarıq şəkildə büruzə verəcək hətta. Onu vaxtında oradan götürsəydik, elə olmazdı. Ümumiyyətlə, mən düşünürəm ki, bütün mövzularda hər zaman peşəkar mütəxəssislərə müraciət etmək ən gözəldir. Elə erkən təşxis həyat qurtarır, erkən təşxis diş qurtarır, psixoloji durumumuzu qurtarır və bütün həyatımıza təsir göstərmiş olur. Bayaq layihələrdən soruşdum. Elə istəyəcəm əhatəli vurğulayasınız. Sizdən soruşmaq istəyirəm Malik bəy. Nə kimi yeni layihələr, yeni işlər var, əgər sir deyilsə? Sir deyil, təbii ki, bir sənətçinin nə sir ola bilər ki, onun oxuduğu musiqi... Niyə siz deyəcəksiniz, oğurlayacaqlar, o qədər olur. Oğurlasınlar da. Malik bəy o qədər özgüvənli heç təsir eləmir ona. Kimin bacarığı nə qədərsə o qədər göstərə O da bilir. doğru, o da düz. Yəni biz sənətçinin ekran qarşısında, cəmiyyət qarşısında verəcəyimiz borcumuz nədir? Danışdığımız bayaqki o çətinliklərdən xoş enerji, müsbət enerji və bu kimi məqamlar, anlar. İnşallah planlarım ondan ibarət. Sadəcə olaraq bu günə qədər, yəni 2025-in planım vardı. Alındıra bilmədim. İnşallah gələnlə fikirləşmişəm. Filarmoniyada inşallah böyük bir konsert vermək istəyirdim. İnşallah. Biz də xəbər eləyin. İnşallah 2 dəfə Beynəlxalq Muğam Mərkəzində solo konsertim olub, uğurlu bir çıxışımız olub. Bəli. Hər zaman media olaraq, bütün televiziya kanalı olaraq, şəxs olaraq hər zaman yanınızdayıq. Əlimizdən gələn qədər dəstəyi işıqlandırmağa da hazırıq. O səhərsi gün kaseti bizə verin, biz mütəmadi efirdə yayımlayaq. İnşallah. Demək olar ki, elə konsertimin axırıncı konsertim 2021-ci ildə olan konsertim bəli, MTV kanalının işıqlandırılıb. Ay, nə gözəl. Biz ümumiyyətlə bacardığımız qədər hər birimiz o dostlarınızıq. Hər zaman dəstəyi proqramımızın yavaş-yavaş sonlarına doğru çatırıq. Təbii ki, sonda necə ki, əvvəldə elə Malik bəyin gözəl ifasından günümüzə başladıq. Vaxt o qədər sürətli keçdi. Sürətli keçəndə mən deyirəm ki, qonaqlarım çox maraqlıdır. Həm dostlarım idi deyə, həm də mövzumuz çox maraqlıdır həqiqətən. Efir hardan gəldi, necə keçdi, fərqinə belə varmadıq. Çox dərin təşəkkür edirəm hər birinizə. Proqramımızı dəyərli xanəndəmiz Malik bəyin ifasına yekunlaşdıracağıq, amma ifaya qədər istəyəcəm
sonda fikirlərinizi verəsiniz. Mən bir şey Fikirlərinizi soruşmaq bildirəsiniz. istəyirəm. Buyurun. Biz bəzi musiqilər, bəzi səslər var ki, onlara qulaq asanda ürpəririk. Bunun səbəbini soruşmaq istəyirdim. Ümumiyyətlə Məndə o. Çox sirri məqamlar var Gönül xanım. Yəni bunun Peki tibbi bir iki saat da danışaq. bunun tibbi cəhətdən bilirəm nədir, amma duyğu cəhətini bilmirəm. Onu soruşmaq istəyirəm. Ümumiyyətlə ürpəndiyimiz şeyə qulaq asmamalıyıq həqiqətən. Orada aşağı frekanslar var. Bizim şüuraltımızı bizə lazım olmayan istiqamətdə kodlandırmaq üçün bilinçli şəkildə yaradılmış musiqilər var. Ümumiyyətlə buna başqa cür də deyirlər, adını indi efirdə çəkmək istəmirəm. Bu da böyük planın bir hissəsidir müasir dövrdə, o dünya üzrə gedən böyük bir oyunun bir hissəsidir ki, musiqi ilə insanların şüuraltısına təsir edirlər. Ümumiyyətlə, nəinki ürpəndiyimiz, ağlamalı musiqilərə də Yəni çox. hansı mənada, hansı baxışdan dediniz? Yəni ürpəndi deyəndə Orada məsəl bir üçün ses o musiqi var frekansı var. dinləyirsən, belə lordi dedək də, o yaxşı musiqiyə qulaq asanda insanın tükləri Yox, qabarır. ağlamaq O mənada istəyirsən. yox. Yox, bilirsiniz mən nə demək istəyirəm? Qorxulu. Bəzi insanlar var ki, onların səsləri, bəzi xanəndələrin, müğənnilərin Duyğusal olaraq səsləri təsir eləyir. Təsir eləyir. Mən onu Yəni bax, mən bildim deyirsiniz siz o ki, baxımdan filan kəs dediniz. oxuyanda adamın tükü ürpərir. Bu sözü deyirik. Mən bildim Yox, siz o o baxımdan. artıq bayaq Malik bəyə də dedim, nəyə görə ürpərir, nə hiss edirsiniz? Sizə nəyi Xoş xatırladır? təsir O bağışlayır. təsir. Mən hə ruhuma Başa düşdüm, xoş təsir bağışlayır. Amma orada bir yüngülvari bir Nəsə duyğu kədərlənmədə, bir keçmişə getməyə, bir xatirələrin Məsəl üçün, oyanması kimi nəsə ola Misal bilər. üçün deyim, Habil Əliyevin böyük sənətkarımız, o çaldığı ifa, məsəl üçün bu gün də kaman ifaçıları var. Amma onun o ifasında olan o yanğı Yanğılı ifa. istər istəməz, istər duyğunu istəməz bütün aşılayır alətə. tamaşaçıda o Yəni burada yenə də duyğuya O hansı baxacaq. duyğun oyadır, çox güc qaldı. Yaxşı təsir edirsə, bu musiqinin frekansı yüksəkdir. Qulaq asın. Tibbi Amma cəhətdən əgər amma elə deyil. qəm-kədər burada pis mənada demirəm. Məni hansı bir xatirələrə aparsa, uşaqlığıma aparır və s. artıq orada anlamalıyam ki, bu mənə nəyi göstərir. Ay, hansı mesajı ötürür? Məndə olmayan duyğu məndə yaranmaz. Yenə deyirəm, beynim onu tanımırsa, mən o hissə girməyəcəm. İki nəfər söhbət edir, dava edir, yanlarından keçirəm və təsadüfən bir qulaq misafiri türklər demiş. Onların hansısa sözü məndə təsir oyada bilər, qıcıq oyada bilər. Halbuki heç tanımadığım insanlardır. Qıcıqlandımsa demək mən oradan bir mesaj ver, mən səbəbsiz onlara şahidlik etmədim. Amma bir də var, lap yaxın insandır, tanıdığımdır, mənə bir kobud bir söz deyir, amma heç belə reaksiya vermədim, mənə təsir eləmədi onun dediyi. Çünki o mənə aid deyil onun dediyi. Elə ifalar var ki, o musiqini dinləmək və zövq almaq lazımdır Bəli, orada həqiqətən də. artıq frekans söhbətidir. Bir də musiqi bizim çakralarımızı da balanslayır. təəssüf ki, Hər bugünkü musiqimiz o Hə, dərəcədə. indi bizim dəyərli Yaralı xanəndəmiz, dəyərli dostumuz Malik bəyin ifasını da dinləyib zövq almaq vaxtıdır dəyərli izləyəcəyimiz. Kön xanım sizə, Nigar xanım sizə, dəyərli Malik bəy sizə, Kön xanım sizə çox dərin təşəkkürümüzü bildiririk. Haqqınızı halal eləyin. Dəyərli izləyəcəyimiz hər biriniz dərin təşəkkürümüzü bildiririk. Zəngləriniz üçün, müraciətləriniz üçün, yazdıqlarınız üçün, izlədiyiniz üçün, zamanınızı ayırdığınız üçün hər birinizə dərin təşəkkürümüzü bildiririk. Bu günlük bu qədər. Malik bəy zəhmət olsa istəyəcəm gələsiniz səhnəyə və sizin ifanızla günümüz daha da gözəl yekunlaşmış olsun. Proqramımız yekunlaşıb, günümüz davam edir. Mən aşıq gözlərinə, boy baxım gözlərinə, özüm nə qurban gözlərinə. Mən aşıq gözlərinə, boy baxım gözlərinə, özüm nə qurban gözlərinə.
aldım nar geldi, köyle aldım dar geldi. O yandan kölke düştü, öyle dedim dar geldi. Aldım nar geldi, köyle aldım dar geldi. O yandan kölge düştü, bire dedim gar geldi. O yandan kölge düştü, ele dedim gar geldi. O yandan kölge düştü, ele dedim gar geldi. Bakarsan güzelim, belki var sende var. Bakarsan güzelim, belki var sende var. İnan bana sevgilim, gönlüm açılmaz sensiz. 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 İnan bana sevgilim.